insanlar görürlər ki, hə, TikTokda mahnı partladı, insanlar dinlədi, maşından gəldi və bugünkü gün daha çox ifaçılar, sənətçilər çox olduğuna görə qaçırlar dinləyicinin zövqü dalınca. Daha çox desək alçalırlar dinləyicinin zövqü. Çünki dinləyici peşəkar deyil. O musiqi təsiri yoxdur. O musiqi duyumu ola bilər, bəzisində var, bəzisində yoxdur. Dinləyici sadəcə zövqünə və əhvalına, istəyinə bağlı bir insandır və sadəcə onun pulu olduğuna görə birbaşa ifaçılar düşür onun dalınca ki, qardaşım, nə istəyirsən, ürəyin nə istəyir, nə oxuyum sənin üçün. Amma əvvəllər məsələdə Rəşid Beybutov, Şövkət Ələkbərova, nə bilim, yəni Onlar zövqü formalaşdı. Onlar artıq bir ikona idi. Onlar artıq bir dövrün ifaçıları idi. Onları görmək bir tarixə çevrilərdi insan üçün. Bugünkü gün adam oturub bağda deyir ki, ya gəlin, hətta imkanlı adamlar arada otururlar bağda, ya gəlin dilxoşluq üçün bir dənə kimisə çağıraq ki, burada biraz bizi şənləndirsin. Yəni artıq dəyərdən düşüb. Müğənni olmağın özü də biraz dəyərdən düşüb və ağır təbiətli insanlar çoxu əlavə biznes fikirləşirlər. Çünki artıq bu mühitin bir hissəsi olmaq istəmir çoxu.